Salam əziz 9-cular. Bu günləri 15-ci sınağımızın izahına baxacağıq. Gəlin ilk növbədə dinləmə suallarını oxuyaq. İlk öncə sualları oxuyub, düzdür, dinləməni dinləməmiş sualları, cavablarını tapmaq çətindir. Amma mövzunu əgər bilirsinizsə, mövzu sizə tanışdırsa, oradan düzgün cavabları, yəni konkret faktlara aid olan mövzudursa, orada tapmaq daha asan olur. İlk növbədə suallarımızı oxuyaq. Suallarımız, birinci sualımızda nədən bəhs edir? Choose the correct variant. Düzgün deyir, cavabı seçin. Suala deyir, düzgün cavabı seçin dinləməyəsə. Why was tsunami called killer waves? Nəyə görə deyir? Öldürücü dalğalar adlanır orada deyir tsunami. Burada coğrafi biliklərimiz bizə məlumat verə bilər. A variantında because it happens very often. Çünki o daha tez-tez deyir, baş verir. Xeyr, tez-tez baş vermir. Bunu bilirik ki, bu təbii hadisələri bəzi hallarda okean və okean sahillərində yerləşən ərazilərdə daha çox baş verir. Biz bunu Azərbaycan olaraq televizorlarda daha görürük, başqa ölkələrdə. B variantında deyir because it can be high as 100 feet. Çünki deyir o 100 metrdən, 100 fitdən daha hündürdür. Bu dinləmədə baxacaq. Məncə belə deyildi. Bu because it can destroy extraordinarily great sizes. Çünki deyir o daha çox, burada məntiqə niyə görə bu öldürücü dalğalar adlanır? Çünki qeyri-adi, yəni extraordinary, böyük ölçülü şeyləri dağıda bilər. Bax, bu məntiq nə bu düzdür? D variantı because it is caused by earthquake or landslide. Zəlzələ və yer tərpənməsindən səbəb olur. Xeyr, bu dalğadırsa yerdə deyil. Because it can only olan cümlələr ümumiyyətlə yanlış olur. Onlar harm people. Because it can yalnızdır insanlara ziyan vurur. Xeyr. İkinci sualımızda isə deyir ki, yenə doğru cümlənin davamını tapacaq. The waves of tsunami. Tsunami dalğaları çox zəif olur. Olar mı? Xeyr. Can destroy cars, building, bridge, etc. Bu ola bilər, doğru olar. Bunu dinləyə bunların düz səhvini bir də baxacaq. Can be as low as 100 meters. Aşağı olar. 100 metrdən. Xeyr. Bu da deyir. Struck only Japan olan yalnız deyir 2004-də olub deyir. Xeyr. Burada da no varsa məncə bu da olmayacaq. Did no harm Indonesian in 2004. 2004-cü ildə də tsunamidə İndoneziyada da heç bir ziyan vurmamışdır. Bu baş verirsə, bu ziyan vurma ehtimalı daha yüksəkdir. Ona görə bunlarda mətn nə haqdadır? Bax, bunu tapmaq belə balaca, daha çətin olacaq. A disaster caused by ocean, okean səbəb olur bu deyir dağıntılara. Volcanic eruption, xeyr, bu vulkanik deyir ki, bu dalğadır. Amma orada ola bilər, onu da baxarıq. Large and low ocean waves, böyük və kiçik okean dalğaları. Bundan bunu saxlayaq. An island country, ada dövlətidir, ərazidir, xeyr. The damage in Indonesia, İndoneziya ziyanları. Belə bir şeylər mətndən tapacaq. Burada ya A ya da C variantını biz dinləmədə tutacaq. True, false, doğru, yanlış cavablara baxırıq. Tsunami only can happen by meteorite falling into the ocean. Deyir, tsunami deyir, ancaq deyir, meteoritlər deyir, düşəndə baş verir. Xeyr, bu güclü dəniz dalğa təkanlarıdır. Bu yanlış oldu. The first wave of tsunami is as strong as the others. Birinci dalğa deyir, digərləri kimi deyir, daha güclüdür. Məncə ilk bu küləkli şəkildə gəlir. Buna baxarıq sonra. Dinləyə. 3-də deyir ki, the waves of tsunami can destroy everything. Bəli, hər şeyi dağıdır bu. Onu dəqiq bilirik. The tsunami which happened in the Indian Ocean damaged 14 countries. Hind okeanındakı tsunamidir, 14 ölkəyə də deyir, nə verdi? Ziyan verdi. Məncə bu orada olar. Baxarıq indi buna. Gəlin indi dinləyə.
təxmin elədiyimiz cavabları bir də nəzərdə keçirdik. Çünki bizə dinləmək üçün əvvəl 2 dəqiqə vaxt verilir ki, dinləyək. Daha sonra biz 2 dəqiqə, 1 dəqiqə yarım, 2 dəqiqəlik dinləməmizi dinləyirik. Daha sonra 2 dəqiqədə dinləməni oxuyuruq və ardıcın yenə bir də dinləyirik. Biz bir dəfə dinləyib və buradakı təxminlərimizə görə düz səhvdirmi? Unit 15. Listen to the passage and answer the questions from 1 to 4. A tsunami is one of the most dangerous disasters caused by the ocean. It consists of a series of large ocean waves. A tsunami is usually caused by an underwater earthquake or volcanic eruption or landslide. It doesn't happen very often. A tsunami can also be caused by a meteorite falling into the ocean. The waves of tsunami can be as high as 100 feet. Tsunami is a Japanese word, as Japan is an island country and is struck often by tsunamis. Another word used for a tsunami is killer waves. The first wave of a tsunami is weaker than the waves that come afterward. Tsunami waves can cause enormous damage. These waves can destroy boats, buildings, cars, bridges, trees, and almost everything in their way. The most devastating tsunami happened in 2004 in the Indian Ocean. The deadly waves of this tsunami struck 14 countries, and the worst damage was caused in Indonesia. Bu doğru. Növbəti tapşırığımızda bax, A variantlar doğruydu. Buradakı işarətliklərimiz də doğruydu. Üçüncü tapşırığımızda elə ilk səslərində adı vardı orada. Bu da doğruydu. Sonra B variantı da doğruydu. Təxminlərimiz demək olar ki, doğru çıxmışdı. Növbəti tapşırığımıza baxırıq. Short tekstlərimizə baxırıq. Böyüdək. Qısa mətnlərimizdə də adətən bizə ipucu lazımdır ki, daha tez necə həll eləyək. Burada oxuyub və o mətnin nədən bəhs etdiyini tez tapmaq lazımdır. Baxırıq ki, attention of all people who love cooking and eating foods. Bütün deyir, yemək pişirməyi və yeməyi sevən insanların diqqətinə. We have our international cuisine festival this weekend. There are global flavors from tea curries to Italian pastas in the festival. People, please don't miss this. Deyir, bizim beynəlxalq mətbəx festivalımız var, deyir, bu həftə sonu. Və burada deyir, heç kimi deyir, bunu qaçırmamağı deyir, məsləhət görürəm. Burada nələrdən danışdı? Bu festival deyir, bu festivalda deyir, Tayland dadlarında İtalyan makaronlarına qədər nə edə bilərsiniz? Bu Thai curries, məncə Tayland mətbəxinə aid bir şeydir. Burada var və qlobal dadlar burada var. Zəhmət olmasa deyir, bunu deyir, qaçırmayın. Burada nə olar? A variantda who prefer different flavors misses the festival. Burada deyir ki, fərqli dadlar üstünlük verən insanlar festivalı qaçırdılar. Yox, burada hələ elan verir. B variantında isə deyir, the festival advertise only Italian. Only varsa o cümləsə yalnız da İtalyan mətbəxi və nəyi verirdir? Tayland mətbəxinə aiddir, dadlarına. Xeyr, orada global beynəlxalq mətbəxdə də aid idi. Ona görə onu yanlışdır. Və bu da 7. The people who took part in festival approve the meals. Burada nə necədir? Festival iştirak insanlar yeməkləri bəyənirlər. Belə bir məlumat yox idi. Hələ bu da getdi. The festival want to advertise cuisine from different kitchens. Bu deyir festival nəyi elan edir bizə?
müxtəlif mətbəxləridir. Elanı verir. Elə bax bu idi. International Cuisine Festival will take place in Italy. İtaliyada keçiriləcək. Bu haqda burada məlumat yox idi. Yəni İtalyan yeməkləri olacaq, amma o D variantı daha doğrudur. Növbəti 6-cı tapşırığımıza baxırıq. 6-cı tapşırığımızda isə yenə də baxaq görə elandırmı, yoxsa nədir? Calling all people who prefer reading. Oxumağı sevən insanlar deyir, çağırırıq, deyir, müraciət edirik. Our annual book fair advertise a wide selection of genre for all ages. Sərgimiz, illik deyir, kitab sərgimiz hər yaş üçün geniş janr seçimini təqdim edir. Baxın, burada select, wide nə deməkdir? Geniş. You will also meet local authors and discover your next favorite books. Siz deyir, həmçinin yeni müəlliflərlə tanış olacaq və növbəti sevdiyiniz kitabları kəşf edəcəksiniz. And you will join a world imagination and storytelling. Təxəyyül və hekayə dünyasına qoşulun. Doğru variantı seçəcəyik yenə. Baxaq görək hansılar doğrudur. Burada deyək ki, variantı the book fair wants people to find out their authors. Öz deyir, müəlliflərini taparlar. Xeyr. People who love reading advertise their favorite genre. Onların love reading, insanlar deyir, oxumaq sevən insanlar deyir, sevilmiş janrlarını deyir, elan edirlər. Xeyr. A wide selection genre was chosen by elderly. Yalnız deyir, yaşlı, böyük insanlar üçündür. Xeyr. Burada deyirdi ki, for all ages. O da getdi. The book takes place almost olanda da burada tamamilə inkar verir. Every month, hər ay olacaq. Xeyr, bu annual idi. Yəni, annual sözü illik deməkdir. Hər ay demirdi ki, every month demirdi. Bu da getdi. The book fair introduces different kinds of genre to people. Bu kitab festivalı sərgisi insanlara müxtəlif janrlar təqdim edir. Bəli, bu doğrudur. Doğrusu elə bu uyğun gəlir. Növbəti elanımız da burada üçü də elan formatındadır. Attention, adventures. Diqqət macəralar. Join our outdoor adventure club for some activities such as hiking, camping, boating, etc. Yürüyüş, düşərgə, qayıqla gəzinti və sair kimi bəzi fəaliyyətlər üçün deyir, bizə qoşulun. Açıq hava, burada vardı. Açıq havada bizi üçün bir də deyir, açıq hava macəralı klubumuza qoşulun. Explore the great outdoors, make a new friends and create unforgettable memories. Let the adventure begin. Macəraya deyir, möhtəşəm təbiəti kəşf edin, yeni dostlar qazan və unudulmaz xatirələr yaradı. Macəraya deyir, neyini? Başlayaq. Burada isə deyir, incorrect variant, yəni yanlış variantı seçəcəyik. Gəlin burada suallarımızın cavablarını oxuyaq. Nə deyir burada da? Birinciyə baxarıq ki, deyir ki, the people are invited to explore the nature. İnsanlar dəvət olunur təbiəti kəşf etməyə. Xeyr, kəşf etməyəcək, bu macəra gəzməyə gedirlər. The adventure cities criticize the great outdoors travel. Deyir, macərası onlara müthiş açıq səyahətləri təqdim edirlər. Olar. Members of club want to make friends with others. Ancaq deyir, dost qazanmaq istəyirlər, qulpa olur. Xeyr, bu da gəzmək də istəyir. Düzü təklif edir ki, dost qazanacaqsınız. The club wants people to be the member of the club. Klub istəyir ki, insanlar deyir, klubun üzvü olsunlar. The members of club invite people to work with them outdoors. Klub deyir, üzvləri insanları açıq havada onlarla birlikdə işləməyə dəvət edir. Xeyr, bunlar da yanlışdan sonra B variantını biz tapdıq ki, doğrudur. Növbəti tapşırığımız isə mətindir. Gəlin mətnimizi oxuyaq. Mətni tam oxuduqdan sonra birlikdə tərcümə edərik. Nə deyir mətndə? Nature is one of the greatest blessings for human life. Təbiət insan həyatı üçün ən böyük nemətlərdən biridir. Numerous poets, writers, artists have created poems. Daha böyüdüm. Numerous çox sayılı deməkdir. Poems and stories in the glory of nature. Çox sayılı şairlər, yazarlar, rəssamlar təbiətin izzəti ilə şeirlər və hekayələr yaratmışdır.
təbiətin belə deyək şöhrəti haqqında şeirlər və hekayələr yazmışlar. The truly valued nature which is reflected in their works even today. Onlar təbiəti həqiqətən dəyər verirdilər ki, bu da bu gün də onların əsərində öz əksini tapır. Truly valued, dəyər vermək həqiqətən. Essentially, nature is everything we are surrounded by, like the water we drink, the air breathe in more. Nədir? Mahiyyətcə deyir, əslində təbiət ətrafımızda olan hər şeydir. Məsələn, içdiyimiz su, drinking water, içdiyimiz sudur, nəfəs aldığımız hava və daha çox şeydir. It is rich and exciting and consists of both living and non-living things. O zəngin və həyəcan vericidir. Həm canlı, həm də cansız varlıqlardan ibarətdir. Canlı və cansız varlıqlar. Nature has existed long before humans and even since it has taken care of mankind. Təbiət deyir, insan varlığından əvvəl də deyir, mövcud olmuşdur və olub və bu vaxtlarda da bəri bəşəriyyəti qayğı göstərir. In other words, it offers us protection against all kinds of damage and harms. Başqa sözlə bu bizi hər cür zərər və ziyanlardan qoruyur. Survival of mankind without nature is impossible. Təbiət olmadan bəşəriyyətdə yaşamaq mümkün deyil. We fulfill our healthy lifestyle by eating and drinking what nature gives us. Təbiətin bizə verdiyi yeyib içməklə sağlam həyat tərzimizi təmin edirik. It provides us with water, food. O bizi deyir, su və qida ilə təmin edir, provides təmin etmək. Rainfall and sunshine, the two most important elements to survive, are developed from nature itself. Yaşamaq üçün deyir, ən vacib iki element olan yağış və günəş işığı təbiətin özündən inkişaf etmişdir, özü inkişaf etdirilmişdir. Further, their air we breathe and the food we use for various purposes are gift of nature only. Bundan əlavə nəfəs aldığımız hava, müxtəlif məqsədlə istifadə etdiyimiz ağaclar yalnız təbiətin bizə hədiyyəsidir. In order to protect nature, we must prevent it from damages. Təbiəti qorumaq üçün onun zərər görməsinin qarşısını almalıyıq. Təbiəti qorumaqla. Birinci mətnə adı seçirik. Mətn nə haqda idi? Təbiət haqda, təbiətin bizə verdiyi sərvətlər haqqında və təbiətimizi qorumağımız haqqında idi. Baxaq görək. A variantında nə deyir? An important part of mankind. Bəşəriyyətin vacib bir hissəsi. Mankind bəşəriyyət kimi tərcümə olur. Numerous poets and writers. Çoxsaylı şair və yazıçılar. The healthy lifestyle of people. İnsanların sağlam həyat tərzi. All kinds of damages and harms. Bütün növdir zərər və ziyanlar. The future generation. Gələcək nəsil. Burada tamı-tamına ola bilər. Bu bəşəriyyətin nə idi? Bəşəriyyətin vacib hissəsi. Bu olar. A variantı doğrudur. Növbəti doğru cavabımız suala cavab verir. What do people have to do protect nature? İnsanlar nə etməlidirlər təbiəti qorumaq üçün? Nə etməliyik biz onlar üçün? To make writers and poets glorify their nature. Yazıcı və şairlərdən təbiəti tərənnüm etməsini tələb etmək və ya to save nature from harm and danger. Təbiəti zərər və təhlükədən qorumaq olar elə. Bu var idi orada. To stop taking care of mankind. Bəşəriyyətin qarşısını almalıdır. Göstərməkdə imtina etmək. To provide human with different things. İnsanları müxtəlif şeylərlə təqdim İnsanları müxtəlif şeylər təqdim etmək, təmin etmək. Və yaxud deyir ki, to avoid, to prevent it from danger. Təhlükədən qaçmaq, qarşısını almaq. Təhlükədən niyə qaçırıq ki? Növbəti çalışmamızda isə nature, təbiət nədir? Təbiət nədən ibarət idi? Orada deyirdi ki, təbiət ignores the human life. İnsan həyatını görməzdən gəlir, ignore edir, xeyr.
We were refused to provide people with eating and drinking. İnsanlara yemək və içmək imkanından verir. Refuse yox, burada da imtina edir. Xeyr. Had existed before humans appeared on the earth. İnsanlar yüzünə peyda olmamışdan əvvəldir, mövcud olmuşdur. Bəli, bu var idi orada. Gives people a lot of harm and damage. İnsanlar çoxludur, zərər ziyan vurur. Xeyr, bu əslində qoruyurdu. Consisted of only mankind. Yalnız bəşəriyyətdən ibarətdir. Xeyr, burada elə bu C variantımız doğrudur. 11-ci tapşırığa baxırıq. False, yanlış cavabı seçəcəyik burada da. The duty of people is to save nature for future generation. Nə deyir burada? Yəni mətndə olmayanlar seçəcək. İnsanların deyir, əsas deyir, borcu təbiəti gələcək nəsillər üçün qorumaqdır. Bu doğru olar. B variantında deyir, nature supplies us with air and food for various purposes. Təbiət biz müxtəlif məqsədlər üçün hava və odunla təmin edir. Bu da var. Nature surrounds people with everything they need. İnsanların ehtiyacı olan hər şeydəndir. Təbiət onu da əhatə edir. Hər şey əhatə edir. Və nature makes up neither living nor non-living. Xeyr, burada bu təbiət nə canlı, nə də cansız varlıqlardan ibarətdir. Bu səhv olduğuna görə onu götürürük. E variantı da onda doğrudur. Nature provides people with different kinds of things. İnsanlar müxtəlif şeylərlə təmin edirdi. Bu da doğrudur. Növbəti tapşırığımızda isə doğru cavabı cümlələri seçəcəyik. Burada da nələrdən söhbət gedir? Nə deyir burada da? A number of always glorify nature. Deyir, bir sıra müəllif həmişə təbiəti tərifləyirlər. Bu var idi orada. Mankind has existed long before nature. Bəşəriyyət təbiətdən çox əvvəl mövcud olub. Xeyr, təbiət əvvəl mövcud olmuşdu burada. Yerlərin səhvdəşi yazıb. Nature provides people healthy lifestyle, eating, drinking. Bəli, təbiət insanları sağlam həyat tərzi, yeməklə, içməklə təmin edir. Bir üst doğrudursa, demək 4-cü living without nature is really possible. Təbiətsiz yaşamaqdır, həqiqətən mümkündür. Xeyr, mümkün deyil bu. Bu da getdi. Növbəti tapşırıqlarımız artıq bizim gəldi nələrdən ibarətdir? Qaydalardan. Birinci qaydamız nəyə baxır? Bir görürük ki, much, many, quantifierslərdən, təyinici söz ismi təyinicilərindən. Burada biz altına xətt çəkirik nəyin? Noise sözünün. Noise, səs gedir. There was noise in the room, so we couldn't hear each other. Deyir, otaqda səs-küy vardı, buna görə də biz bir-birimizi eşitmirik. Demək, necə olar? Az olmaz da bu çox olar. Ona görə də özü sayılmadığına görə matchla, səs sayılmadığına 2 və 4-ü seçirik. C variantı doğrudur. Passive voice verilmiş cümləni keçmiş zamandadır. Julia painted, yəni ed şəkilçisi var. Deməli, cümlə keçmişdədir. Cümlənin mübtədasını yox edirik. Tamamlıq some pictures olacaq. Cümlənin önünə gələcək. Some pictures cəmdə olduğuna görə was yox və olmalı idi. A indiki zamanda düzü davam edici zaman yazıb olmaz. Və burada ed şəkilçisi olmalıdır. Məşğul növdə həmişə edlə olur. O da düz deyil. Baxırıq D variantı doğrudur. Və painted. Bəs burada yedə niyə düz deyil? Was və olanda heç vaxt onlardan sonra bin olmur. Bin ancaq have, has, had-də olur. 15-ci tapşırığımız isə modal feillərdən ibarətdir. You park the car in front of the entrance. Deyir, girişindir. Önündə saxlamamalısan olmalı idi. Çünki girişdə saxlamaq olmaz. Mustn't olmalıdır. Bunun to'su yoxdur. Haven't də ifadə yoxdur. Must-la should isə gərək saxlayasan və yaxud saxlamalısan. Bunlar da məntiqlə uyğun deyil. Ona görə B variantı doğrudur. 16-cı tapşırıqda isə mübtədə xəbər uzlaşmasıdır. Of söz önündən əvvəlki ismə baxırıq. O da təkdə olduğuna görə bizə hansı cavabımız uyğundur? Is və was. 2 ilə 4 hardadır? A variantı doğrudur. Növbəti tapşırığımız isə since last year, yəni keçən ildən bəri. Burada görürük ki, since olan cümlələr həmişə indiki bitmiş zamanda olur. Carol-da təkdə olduğuna görə has noun olacaq. She, it tək isimlərlə has işlənir. Ona görə digərlər davam edici zaman, keçmiş qeyri-müəyyən, indiki bitmiş və ya indiki qeyri-müəyyən olmaz.
Növbəti tapşırığımızda isə bağlayıcılardır. Burada tərcüməyə də baxacağıq. You shouldn't eat a lot of chocolate. Siz gərək deyil, çoxlu şokolad yeməyəsiniz. You have a toothache. Sənin ağrın var. Burada nəyə uyğun gəlir? If əgər deməkdir, as kimi deməkdir, but amma ancaq, or, yaxud yoxsa ya da söz baxmayaraq ki, burada uyğun gələn variantlara baxaq. Əgər deyir, yeməsən, if you shouldn't eat a lot of chocolate if you have toothache. Əgər deyir, sənin diş ağrın varsa, onda gərək sən deyir, çox şokolad yeməyəsən. Yoxsa, əgər deyirsən, burada da xəbərdarlıq bildirir ki, deyir, yoxsa deyir, sənin dişin ağrıyacaq deyir. Əgər çoxlu şokolad yeməsən, sənin dişin ağrıya bilər. Yəni, dişin ağrırsa, dişin ağrırsa, çünki deyir, çoxlu şokolad yeməsən, dişin ağrıyacaq. Burada biraz məntiqi də xətalar var, amma ancaq da uyğun gəlmir, o da uyğun gəlmir. 1, 2, 4 bir balaca uyğunlaşdırmaq olar. Orada əgər əsas uyğun gəldi. Növbəti tapşırığımız isə artikellardan ibarətdir. Artikellar isə would you like to watch? Bir dənə movie-dən söhbət gedir. A movie hər hansısa bir kino təklif edirsə, harda? At the cinema. Bir də Z. B variantı doğrudur. Növbəti tapşırığımız isə yenə də sifətlərdən bağlıdır. Burada mənasında John is, nöqtələr qoyub, his parents ask him not to eat food. John necə olar? Kök olmalıdır ki, ona valideynlər xahiş edir ki, az yesin yeməyi. Arıq olmaz da, bu adam arıqdırsa, bu arıq sözü və ucadırsa, hündürdürsə, buna nəyə görə yemək qadağan qoysan? Overweighted artıq çəkillidir. Raw çiğdir, fətdə isə yağlı qidadır. Adətən kök adamlara nə deyirlər? Deyirlər ki, köksənsə yağlı qidalar yemir. Bu C variantı daha məqqədə uyğundur tərcümədə. 21-ci tapşırığımız matchdir. Sözü flat daşqındır, fog dumandır, gel, həfif küləkdir, güclü külək. Burada olacaq hansı? Bir a large amount of water that covers air. Bu günlərdən dəbdə olan, bu nə idi? B variantı. Flat daşqındır. Bir B'dir. Burada bir B olmayan cavablarımızı silirəm. 2 variantımız qaldı. Fog nə idi? Duman. Thick cloud near the ground. Yerə yaxın qalın bulut. Bu da olacaq nə? C. Onda deməli very strong wind. Güclü küləklər də nə oldu? Gale. Bu 7-ci sinifin sözləridir uşaqlar. 7-ci sinifin mətni yaxşı oxuyan uşaqlar bunu bu dəqiqə tapar. Çünki mətndə hətta qara hərflərlə verilmiş sözlərdir. A variantı doğrudur. Növbəti tapşırığımız isə altından xətt çəkilmiş sözün antonimin tapın deyir. Unknown, tanınmamış. The artist is unknown outside our country. Bu deyir, rəssam bizim ölkəmizin kənarda deyir, tanınmayıb. Yəni bunun əksi olanda burada biz nəyi seçirik? Well known, populyar, məşhur, permanent nədir? Bu da məşhur deməkdir, dilimdə dolaşdı. Bir üçüncü cavablarımız doğrudur. Çünki antonimidir. Unpopularla infamous, bunlar hər ikisi də unknown deməkdir. Yəni onun sinonimidir əslində. 1-3 antonim olaraq doğrudur. Növbəti tapşırığımıza baxırıq. Do you go swimming? Burada sual cümləsidir. Sual cümləsi verilib. Bizim sual sözlərimizi how much nə qədər deməkdir. Bu adətən qiymət soruşanda və yaxud özündən sonra isim gələndə istifadə olunur. Who'dan sonra da isim gəlir həmişə. What da yəni ismə aid olur, cansız isimlərə. Burada how often do you go? Necə tez-tez gedirsən və nə vaxt gedirsən? 2-4 uyğun gəlir. 2-5-i sonra 2-5. 5-i işarə edib 2-4 deyirəm. E variantı doğrudur. Burada isə nədir? Be careful, diqqətli ol. Don't hurt yourself olar da. Yəqin ki, burada nədir? Burada. Və əgər bunlar ikisi varsa, yourself and yourselves. Adətən əmr cümlələri ikinci şəxsə yönəldiyinə görə 2-4-cü variantlar doğrudur. 25-ci sualımız isə sinonimlərdir. Sinonim olanlar hansı? Possible, mümkün, impossible, mümkünsüz. Bunlar antonimdir. Cheap, ucuz, expensive, baha. Dəm içinə ziyan, bayaqki mətnimizdə də vardı.
İkisi də ziyan deməkdir. Construct and build, tikmək, qurmaq. Deməli 3 ilə 4 sinonimdir. Above, yuxarı, next to qonşuluqda bunlar heç bir-birinə uyğun deyillər. Növbəti tapşırığımızda isə şəkilə uyğun olaraq nə edirik? Şəkil təsviri edirik. Şəkil təsvirini bu formada qoyaq. Birinci şəkildə görünən uşaqlar idman zalındadır. Onlar hər biri idman edirlər. Məsələn, ikinci şəkildə deyək ki, Johnla Tom qaçırlar və yaxud digər son şəkildə isə onlar bir-biri ilə nə edirlər? Şəkil çəkdirirlər birlikdə. Yəni bu hadisələri biz nə edə bilərik? Yazıb, burada görək yazmağa yerimiz varsa bunu yaza bilərik. Olmasa növbəti şəkil kimi sizə əlavə edəcəm. Məsələn üçün deyək ki, the children are in the gym. Burada yaza bilərik. The children are in the gym. They are, onlar idman edir. They are doing different sports. Different sport, yəni various sports da yaza bilərsiniz, müxtəlif sözlərini. Yəni belə yazılarda adətən fərqli sözlər istifadə edin ki, daha çox sizə nə versin? Bal versin. Və daha çox bal almaq üçün müxtəlif sinonimlərdən, balacılardan istifadə edirik. Deyirik ki, daha çox bal versinlər bizə. And they are doing different sports. Burada davam edək ki, bir dəqiqə daha incə yazılması üçün. Burada dedik ki, ikinci şəkildə nə gördük? İki uşaq nə edir? Some of them belə yazaq. Onlardan bəzisi, bir dəqiqə. Onlardan bəzisi, yazdıqlarımızı da sildik. Different, biraz kiçik yazaq. Some of them are doing, ağırlıq qaldırırlar. Necə deyək ki bunu? Weight, stones da ağırlıq daşı qaldırırlar. And two of them are running. Some children, bəzi uşaqlar, some children took pictures and they looked so happy. Yəni bu formada bir çox belə deyək, mətnlər yaza bilərik. Əsasən mətn yazanda nələrə diqqət edirik biz? Kiçik hekayələr quranda daha çox zaman zərflərinə diqqət edirik və yaxud zaman uzlaşmalarına diqqət edirik. Bağlayıcıların istifadəsinə diqqət edirik. Müxtəlif bağlayıcılarla bağladıqda sözlərimizi bizim üçün daha müsbətdir. Əsas odur ki, məntiqi əlaqə olsun, şəkildə aydınlıq, əlaqədə olsun cümlələrimiz və burada söz yığınına ibarət olmasın və yaxud bir neçə sözü bir neçə dəfə təkrar etməyək və yadınızda qalsın ki, 1 və 2 belə deyək, hərf səhvi bir səhv kimi tutulacaq və yaxud artikelların ard-arda işlənməsi çox da səhv kimi tutulmur. Onlar yəni yığılıb 5-6 olanda bir səhv kimi tutulur. Amma müsbət cəhətlərimiz nədir? Müxtəlif sinonimlərdən istifadə olunması, bağlayıcılardan istifadə olunması, fikrin aydın izah olunması, zaman uzlaşmalarına diqqət yetirilməsi, bunlar da hekayə qurmağında bizə köməklik edir. Bu qədər. Uğurlar hər birinizə.